NATO müttəfiqləri liderlər tərəfindən imzalanacaq bəyanatda Rusiyaya yönəlik tənqidləri yumşaltmaq barədə razılığa gəliblər. Bu barədə The Telegraph qəzetinin əldə etdiyi məlumatda qeyd olunur. Bu ilki zirvə görüşü üçün hazırlanan yekun bəyannamə Donald Trump'ın istəyi ilə adı ilə müqayisədə xeyli qısaldılıb və mətnin tərzi əvvəlki illərlə müqayisədə daha zəif və mülayim görünür. Bəyanatda NATO'nun 32 üzvü bildirir. Ukraynaya dəstəyimizi təsdiqləyirik. Onun təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verir. Bu məqsədlə Ukraynanın müdafiəsinə və müdafiə sənayesinə edilən birbaşa töhfələr müttəfiqlərin müdafiə xərcləri hesablanarkən nəzərə alınacaq. Halbuki, ötən il Vaşinqtonda keçirilmiş sammitdən sonra qəbul edilən bəyanatda NATO münaqişəyə səbəb olanın Rusiyanın genişmiqyaslı işğalı olduğunu açıq şəkildə bildirmişdi və Ukraynanın gələcəyi NATO'dadır ifadəsi yer almışdı. 2023-cü ildə Vilniusda keçirilən sammitdə isə liderlər qəti şəkildə bildirmişdi. Rusiya Ukraynaya qarşı qanunsuz, əsassız və təxribat xarakterli müharibəyə görə tam məsuliyyət daşıyır. Ukrayna prezidenti Vladimir Zelenski bu dəfəki sammitin kənarında qərb liderlərindən Rusiyanın işğalını daha sərt şəkildə pisləmələrini tələb edib. Ancaq Donald Trump Vladimir Putinlə sülh danışıqlarını pozacağından ehtiyat edərək bu cür sərt beynəlxalq ifadələri imzalamaqdan imtina edib. Haaqada qəbul edilən NATO bəyanatı ötən ilki Vaşinqton bəyannaməsinin cəmi 10%-dən də azdır. Uzunluğu cəmi 400 söz təşkil edir. Halbuki, Vaşinqton sənədi 50 mindən çox sözdən ibarət idi. Bu qısa və yüngül formulə edilmiş sənədin məqsədi Trump'ın əsas diqqət yetirdiyi məsələ olan müdafiə xərclərinə fokuslanmaq olub.